Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Hörmətli tamaşaçılar, siz Həzrəti Zəhra salamullahu aleyha şəbəkə-i cəhaniyə baxırsınız. Hamınızı salamlayır və xoş gördün deyirəm. Bildiyiniz kimi söhbətlərimiz silsiləvari davam edir. Mövzumuz Əhl-i Sünnə kitablarında İslam tarixidir. Bununla bağlı bugünkü studiyamızın hörmətli qonağı İslam aləminin böyük alimlərindən olan Həzrəti Ayətullah Seyyid Hüseyn Musavi Zəncani Həzrətləridir. Selamun aleykum. Aleykümselam və rəhmətullah. Xoş gəlmişsiniz. Muvaffaq olasın inşallah. Ben de salam ərz edirəm cənabınızın məhzərinə və əziz tamaşaçıların məhzərinə. İşarə buyurdunuz ki, o bəhsimiz budur ki, görək Əhl-i Sünnətin mənabi ilə, onların kitabları ilə bu aləm İslam'a baxsaq, qəziyyə nədir? Görək, haq kiminəndir? Nə cür edək ki, ixtilafat olmasın, qardaşlıq olsun. İnnəməl müminunə ixvə, müsəlmanlar qardaş olsun, ondan sonra müşkilatların bahəm danışsınlar. Qabaqki cəlsədə Quran oxuduq. Surə-i Bəqərə, ayə 248-dən ta 251-ə kimin. Sabit elədik ki, Quran deyir, hər kəs imam olsa, Allah fəqət təyin elər. 8 dənə xüsusiyyət saydıq. 8 dənə də xüsusiyyət saydıq. Hər kəs istəyir bu 8 dənədən olar imam. Əvvəl Allah təyin eləyə. İkinci bədəni qəvi ola, yəni şüca ola, qaşmaya. Xub, Əbu Bəkr, Ömər, Osman cəng-i Uhudda qaşdılar. Əli ibn Əbi Talibə deyərdilər, Heydər kərrar, yəni həml eləyən, peydərpey, dalbadal həml eləyə. Bu cür deyərik? Bəli, dalbadal. Xob, Quran deyir, şüca ola, elmi ola, Allah təyin eləyə, Allah tərəfindən bir qutu var. Tabut Quranda deyir. O qutunun içində qabaqki Peyğəmbərin əsrarından, elmindən onun içində ola. Nişanə var. Nişanə ola. Qabaqki ənbiyadan da onun yanında sənəd yola, Ali Musa, Ali Harun, Ali İbrahimlə. Bəd mələikə bunları həml eləyən, mələklər bunların ətrafında ola. Təhmiluhul mələikə. Bunları ərz elədik. Keçən bəstəmizdə danışmışdıq bu. Bəli, bəli. Hal istirik deyək ki, ağalar ki, əhl-i sünnətdilər, sünni qardaşlar, gəldilər, bu Qur'anın təfsirinə əl apardılar. Dedilər, ağa, siz deyən təfsir döy. Kim desin təfsiri? Yəhudular yaxşı düşünərlər Qur'anı. Yəhudular, yəni kəsani ki, müsəlmanıdırlar. Qəblən Həzrəti Musanın ümməti idilər. Bir kiçik İslam Allah yollamışdı Həzrəti Musaya. Onlara təbəyyət eləyənə həm deyərdilər o zaman elə müsəlman, ələn soralar deyirlər Yəhudi. Yəhudi yəni kəsi ki hidayət olub Həzrəti Musa yoluna. Yəhudi bəd pis kəlmə deyir. Yəhudi yəni hadə Yəhudu. Duruz, hidayət olan. Xob, ağalar gəldilər dedilər, əhl-i sünnət gəldilər dedilər ki, kim yaxşı düşünər Qur'anı? Yəhudular. Bu da bizim, bilmirəm sizin səlis dildə nə deyəriz, biz deyərik pərvəndə. Sənədlərdir bunlar. Məsələn, dadiyahlarda, dadıqüstlərdə nə deyəriz, ədliyyədə deyəriz? Sənədlər. Sənəddir, pərvəndiyə sənəd deyəriz. Xob, bu sənəddir. Subutdur. Sənəddir ki, mən əhl-i sünnətin təfsirlərini xülas eləmişəm, hamısı təfsiri Məqatil ibn Süleymandandır. Deyir, bu ayələr ki, deyir, Qur'anı ulul elmi düşünər. Əhl-i beyt, Peyğəmbər buyurdular, bizi deyir. Ulul elm, bizə elmi nazil olub. Qur'an elmi deyə yox. Ulul elm, yəni sahibi elm. Xob, Peyğəmbərə elm nazil olub. Pəs sahibi elmi kimdir? Peyğəmbər. Peyğəmbər olar ulul elm. Peyğəmbər bu elmi kimi öyrədib? Həzrət Əli ibn Əbi Talibə. Əli olar ulul elm. Əli ibn Əbi Talibə öyrədib İmam Həsən, İmam Hüseynə, İmam Səccada. Biri-birinə də öyrədiblər. Bunlara deyərlər ulul ilm, sahibanı elm. Ağalar dedilər, ulul ilm yəni Yəhudi. Hala mən gör neçə ayəni bunlar ərz edirəm bu ayələri
adresi ilə baxsınlar, tamam ya 199 ayələri ki, imamların, peyğəmbərlərin barəsində gəlib, ağayan, əhl-i sünnət dedi, nə, bizləri demir, müsəlmanları demir. Deyir, gedin, yəhudulara deyin, İsraildən məsələn gəlsinlər, bizə nə öyrətsinlər? Elm öyrətsin. Məni şiə nə cür qəbul edeyim onu? Sən mənə tozih ver, görək, ağayı Nəsilli əziz. Məni şiə, məni müsəlman gəlim, gedim, deyim, ağay Netanyahu, gəl mənə Quran öyrət. Bu düzdür? Əlbəttə ki, səhvdir. Xob. Hər düşüncə insan bunu bilir ki, səhvdir. Bəli. Bismillahirrahmanirrahim. Mən pərvəndə dər həqiqət. Sənəddir bunların üzü ilə oxuram. Kitab-ı Məqatil ibn Süleyman. Təfsir-i Məqatil ibn Süleyman. Kitabın adı budur. Qarn əvvəldə yazıb və qarn duvumda. 1-ci əsrdə və 2-ci əsrdə. Bəli. Surə-i Bəqərə 118-ci ayədədir. Qəd bəyyənnəl ayat liqavmin yuqinun. Biz əhli yəqinə, o insanlar ki, əhli yəqindirlər, həqiqətə iman gətiriblər, onlara bəyan eləmişik Qur'anı. Kimdir? Ayatı onlara bəyan eləmişik. Kim? Peyğəmbərdir da. Allah Peyğəmbərə bəyan eləyib da. Məqatil yazıb, yəni Əbdullah ibn Səlam Yəhudi və əshabəş. Xob, Əbdullah ibn Səlam bir Yəhudidir, gəldi, dolmuşam müsəlman, amma belə müsəlman olmuşdur Peyğəmbərə. Sünnülər yazıblar. Peyğəmbərə deyir, ya Rasulallah, düzdür mən müsəlman olmuşam, icazə ver, həm Tevrat oxuyum, həm cümənə vəzinə şənbələr mən tətil eləyim. Bu olub müsəlman vaqən. Özləri yazıblar. Xob, bəs neçimci ayədir bu? Əvvəlimci ayə. Ayə 118-ci Surə-i Bəqərədə deyir, mən Allah Quranın təfsirini öyrətmişəm əhli yəqinə. Peyğəmbər burada bizi deyir, xanavadəmi deyir. Amma Məqatil ibn Süleyman sünnülər də yox, Yahudu deyir. Gedin İsrailə, deyin, gəlin Filistinlərə nə öyrədin? Quran öyrədin. İkinci Surə-i Nisa, ikinci mətləb, 162-ci ayə. Lakinə rasixunə fil ilm, o kəsani ki, imanı qəşək, elmi qəşək düşünüblər, Qur'anı qəşək düşünüblər, Allahın nidasını yaxşı düşünüblər, onlardan İslam öyrənin. Yazıb, yəni əl-mütədarisunə ilmət Tevrat fəhum Əbdullah ibn Səlam və əshabı. Onlar ki, mədrəsəyə harada dərs oxurlar? Yəhudda. Qur'an deyir, gedin Yəhudulardan ki, Tevrat oxurlar, onlardan İslam öyrənin. Xob, sən, ey müsəlman, fikr eləmirəm bu təfsir Yəhudundur. Mən şiiyəm, çün bu təfsirlər mənə hüccət deyir. Mən şiyə deyirəm, Allah deyən düzdür, Peyğəmbər deyən düzdür və hər kəsi ki, Peyğəmbər onları öz yerində qərar verib. Üçüncünə baxın, görün nə deyir. Surə-i Ali İmran, Ali İmran surəsi 18-ci ayə. Şəhədəllahu ənəhu la ilahə illa huvə vəl mələikətü və ulul ilmi qaimən bil qist la ilahə illa huvəl əzizul həkim. Allah şəhadət verir. Allah, la ilahə illallah'a Allah şəhadət verir. Mələkə şəhadət verir. Bir də əhli, ulul ilm, sahibanı elm. Darlıca nə yazıb bu ağayı müfəssiri əhl-i sünnət? Yəni bit Tevrat, ulul ilmi bit Tevrat. Hər kəs yaxçı Tevrat oxur, yaxçı Yəhudidir, onu Allah deyir, şahidi, la ilahə illallahdır. Şəhadət verir Allahın vəhdaniyyətinə. Bunu qəbul eləyək. Ağa, sünni budur da. Qardaş müsəlman, müsəlman qardaş, sən deyirən, gəl, gedək, görək, Yəhudu nəmə deyir? Bu söz İslam sözü deyir ki, sünni ona deyirlər, nə ola? Sünnəti Peyğəmbərə iman gətirə. Sən gəlib deyirən, Tevrata iman gətirə. Hər kəs Tevrata iman gətirsə, onlar Yəhudi. Bu ayədə Allah buyurur ki, siz gedin vəhdaniyyəti Allahın şəhadət verənindən öyrənin İslamı. Kimdir? Ulul elmidir. Peyğəmbər buyurur, elm mənə nazil olub, ulu yəni sahib, sahibi elm. Ağalar yazdılar, sahibi elm kimdir? Yəni əhl-i sünnət. Yahudidir. Xob, ağacan, sən mənim qardaşımsan.
İnneməl mu'minun ixvə. Mən böyük qardaşıma deyirəm, ağa, mən kiçik qardaş. Qardaş, sən peyğəmbər, imam, Ali Muhammədi sən niyə qəbul eləmirən? Yəhudi qəbul edirən. Sənin adı qoymuşan Sunni. Sunni yəni tabi sünnəti peyğəmbər. Sən ki tabi sünnəti Yəhudsan axı. Əgər məni şiə bu sözü desəm, aya mən bais ixtilafam? Aya mən əhli daviyam? Aya mən müstəhəq ölüməm? Müstəhəq qətləm? Şiə deyir, İslamı peyğəmbər yaxşı öyrənib, Ali Muhammed yaxşı öyrənib və səhabə. Siz də deyirsiniz ki, Əbu Bəkr, Ömər, Osman, səhabə, bisiyar gözüm üstündə. Çox yaxşı. Niyə sən demirən, bəs gedin İslamı Əbu Bəkr öyrənin. Bunu desən, yenə əqilli bir işdir. Çünki peyğəmbərin sahabəsidir. Dinən ulul ilm, yəni Əbu Bəkr. Dinən ulul ilm, yəni Ömər, Osman. Gene mən onu qəbul eləyə bilirəm. Deyərəm, ağa, bunlar peyğəmbərin sahabələridir. Sən nə Öməri ulul əmri bilirən, nə Əbu Bəkri, nə Osmanı. Mən sənin, necə deyim, sən əhli sünnət ol, mən sənin nökərin. Hanı sünnət burada? Sən əhli Tovrassan, ya əhli sünnətsən, ağacan. Xob, bu roşan oldu ayə. Ayə 3-cü. Ali İmran 115-ci ayəyə bax. Vallahu alimun bil muttaqin. Allah muttəqiləri yaxşı tanır. Yəni, Abdullah ibn Səlam Yəhudi və əshab. Xob, dördüncü ayəmizdə bu oldu. Üçüncü ayəmiz ya dördüncü, xeyr. Dördüncü ayəmiz budur. Ki, Allah buyurur ki, mən muttəqiləri yaxşı tanıram. Xob, muttəqi kimdir? Resulü Xuda buyurdu ki, əvvəl Qur'anda demişəm. Əlif, lam, mim, zalikəl kitab, la reybə fi hudən ki, lil muttəqi. Qur'an gəlib muttəqilərə, muttəqi yəni müsəlmanan vaqi, əvvəli peyğəmbərdir, bəd ali peyğəmbərdir, bəd səhabədir, bəd tabiin. Duruz? Bəli. Sadəsi bu cürdə. Xob, ağayan əhl-i sünnət gəliblə, deyiblə, ağa, hamı gəlin, ağay məqatildən təfsir öyrənək. Təfsir öyrənəndə yazıb, ağa, siz gedin, Yəhuduları muttəqi bilin. Onlardan İslam öyrənin. Mən nəcür qəbul edim? Sən deyirəm, mənim adım əhli sünnəti peyğəmbərəm, nə sünnəti Yəhud? Gəlin, qardaş olaq sözümüzü, bi qol-u məruf, danışqahı danışaq, xozəvi danışaq, elmi danışaq, əslə götürək, birbirimizi öldürək. Bu oldu İslam. 5-ci ayəyə bax. Təkrar ayəyi 162-ci Surə-i Nisadan. Lakinər rasixunə fil ilm. Diqqət buyuruna. Orada iki yerdə bu ayəni təkrar edib Qur'an. Biri Surə-i Ali İmranda, biri Surə-i Nisada. İkisində də yazıblar, yəni İslamı düşünən, vaqən düşünən Yahudulardır. Ağa, bu bir musibət deyir. Ağa, bizim aşuramız aşurayı musibətdir da. Deyirik, aşura musibət. Mən dərz edirəm, hər günümüz musibətdir. Hər günümüz aşuradır. Niyə? Çünki bunlar gəlirlər, hər bir gün İmam Hüseynin başını kəsiblər. Fəqət bir gün. Vaxtı ki, sən təfsiri yazıran, sərasərə dünyada, yer üzündə hamı bu təfsiri 1300 il oxurlar. Sən gətirib, ağay əhl-i sünnət, ağay muhterəm, bu məntiqi Qur'an qardaş, əziz qardaş, sən deyirən, gəl təfsiri oxuyaq. Bizim təfsirləri oxuyun, ey şiyələr. Xob, gəldik, oxuyaq, buyur görək. Bəli, gəlin, gedin, Yahudulardan təfsiri Qur'an öyrənin. Qur'an deyir, lətəcidən nəşəddən nas ədavətən lilləzin amənə əl-yəhud. Sən əmələn görürən, ey Peyğəmbər, əmələn görürən ki, xətərnaklərin düşmən kimdir? Yahudilərdir. Yahudiyan səhyonisti. Əlbəttə, Yahudi iki qismətdir. Bir qismətləri, məktəbi idil, işləri yoxdur. Momin bir Diyanət Həzrəti Musadır, onları Qur'an ayırıb. Leysus həva, onlar ayrıdır. Amma səhyonistlər, düşmənan din İslam. Bəli. Bunu qəbul edin. Aya sən əhl-i sünnətsən, aya sən vəhhabisən. İnnəməl mu'minunə ixvə. Cənab, sən oldu mənə qardaş, əziz qardaş, böyük qardaş, sən məni dəvət elə, Əbu Bəkrə qəbul elərəm. Ağa, Əbu Bəkr deyən İslam, çeş. Fərzən qəbul elərəm. Deyirəm, ağa, bunun sahabe-i peyğəmbəri xəlifə bilir. Deyəsən, nəinki qəbul elərəm ki, sünn olam, nə?
deyəsən məquldur. Bu sözü desən məquldur. Deyər, ağa, Peyğəmbərin sahabəsi deyərəm, yəni Peyğəmbərin sözünü deyir. Qəbul olunandır. Qəbul əqllə cür gələr. Sən əziz qardaş deyilən ki, Ömərimiz, Cənab-ı Ömər hər nə buyursa İslamdır. Nə cəhətdə bu əqli sözdür üçün deyərəm Peyğəmbərdən örgənib. Bədbəxtana sən mənə deyilən gəl get Yəhudun İslamını örgən. Axı nə cür sənə deyim, axı sən xətti Ömərdirsən. Mən deyirəm sən Əbu Bəkrin tayı ol. Ömərin tayı ol. Osmanın tayı ol, amma Netanyahunun tayı olma. Abdullah Selamın tayı olma. Mətləb çox roşandır da. Bəli. 6-cı ayə, Surə-i İsra'da oxurlar. İnnellezine utul ilm min qabli. Kəsani ki, onlara elmi vermişik. Onlardan İslam örgənir. Yəni, Abdullah ibn Selam və əshabı. Ağay Məqatil yenə yazıb, bilmirəm 7-ci ayədir, 6-cı ayədir, 7-ci ayədir, bəli. Deyir ki, gedin Abdullah ibn Selam ki, Yahudidir, müsəlman olub, onun və əshabı ki, 6-7 nəfərdir adlarını bir vaxt mən demişdim bəzi şəbəkələrdə, gedin onlar hər nəmədirsə, ona deyin İslam. Xob, sən necə əhli sünnəti Peyğəmbərsən, qardaş? Bir dəfə demirən, ged İmam Hüseyndən şücaət örgən. Ged İmam Hüseyndən cihad örgən. Ged İmam Hüseyndən qeyrət örgən. Hamısında deyirən Yahudidən örgən. Nə cür mən sənə deyim əhli sünnət? Əhli sünnət ol, oturaq danışaq. Əhli Yahuda biz heç vaxt sözünə baxmaq, davad eləmək, toplaşmaq, amma ziribara da getmək. 8-ci ayə, Surə-i Məryəm. Bəli. 58-ci ayə. Görək nə yazıb? Bəli, icazə buyurun. İza tutla aleyhim ayatur rəhman xərru succədən və bukiyya. Vaxti müminin vaqi Allahın ayəsini eşidə, səcdiyə düşərlə ağlarlar. Kimdirlər bunlar? Ağay Məqatil. Deyir ki, Abdullah ibn Selam Yəhudinin sahabələridir. Həqiqətən oxumağa dəyər o kitabı. Bütün Yəhudilərdən ancaq söhbət edir. Hala deyirəm ki, Aşura bir günüdür. İmam Hüseynin başını bir gündə kəsdilər. Bu təfsiri ki, bu cür yazılıb, hər gün İslamın özünün başını kəsir axı. Müsibətdir İslamda, böyük müsibətdir. Əl-an bu təfsir 1300 il tamamdır. Bağışlayın, 1250 ildir. Baxın, 150-də bu ölüb Məqatil ibn Süleyman, 150-də. Siz 1300 əl-an 95-dən. Bəli. 55 il çıxsa, 155 il çıxsaz, məlum olar nə qədər qalır da. Həddəqəl 1250 il. Bəli. Bəlkə, bəli, 1250 il xurdu. Bu 1250 ildir danışqahlarda bunu oxurlar. Havzələrdə bu təfsir oxurlar. Radio, televizyon, hay əhl-i sünnətdə bunu deyirlər. Bu musibət deyir, qardaş. Oxuduqca İslamın başı kəsir bu kitab. Hər yerdə Allah behtərin bəndələr Yəhudi, behtərin müfəssirlər Yəhudi, behtərin ariflər Yəhudi, behtərin zahidlər Yəhudi, behtərin müəllimi Quran Yəhudi. Bunu nə cür qəbul edeyim? Sən deyirəm, mən əhli sünnəti Peyğəmbərəm, axı, mümin. Gəlin danışaq. O cümləni sən həmişə yadıma sal. Ki, o yerdə ki, mürəkkəb axar, qan axmaz. Mürəkkəb axar, qan axmaz. Yəni, o yerdəki qələmişlər, oradan qan axmaz, adam ölməz. Gəlin gedək, mürəkkəb axtıraq. Mürəkkəb, yəni qələmlə, danışıqla, heç vaxt, heç aqili, heç dində məni tələbəyi həqinin sözünü təkzib eləməz. Deyərlər, düz deyir, ağa. Bu, şiəm Allahsıdır. Gəlib deyir, ağa, bu ayələrdə ağayan, əhl-i sünnət yazıbla, gedin İslamı Yəhudidən örgənin, mən Yəhudidən örgənmirəm, amma sünni desin, gənə örgənərəm. Bəli. Vəhhabi desin, gənə deyərəm, bir mətləbdir, müsəlmandır, İslama etiqadı vardır. Bunlar musibət deyir. Baxın, görün, Surə-i Bəd, 9-cudur, zahirən. Surə-i Qisas, Əlləzinə utul ilmi. Gedin, bunlardan elm örgənin. Yəni, Abdullah ibn Selam və əshab. Gedin, Surə-i Qisası da təfsir eləyəndə, gedin Yəhuddan İslam örgənin. Abdullah ibn Selam kim olubdu? Abdullah ibn Selam bir Yəhudi idi, alim idi. O da əqilli alim idi. Hamıdan qabaq gəldi, dedi, ağa, mən olmuşam müsəlman. Bəli.
Quranda da ayə nazil oldu peyğəmbərə, bunlar deyirlər biz müsəlman olacaq. Sən zahirə qəbul elə. Demə ləstə müslimə. Demə sən müsəlman. Batının sənin işi yoxdur. Qəziyyə təsbit olsun, din təsbit olsun. Bunlar gəldi ki, müsəlman oldu, getdi peyğəmbərin yanına. Kulli şiə və sunni nəql edib bunu, qətidir. Ya Rəsulullah, mən çox vabəstəyəm Tovrata. İcazə ver, ruzhay fərdi. Bəli. Tək günləri. Günləri. Mən Tovrat oxuyum, ruzhay zövc, Quran oxuyum. Günləri Quran oxusun. Cüt günləri. Bəd bir də cüməni siz tətil edəriz. Biz Yəhudi doğun deyək kimi şənbəni. Şənbə mən tətil eləyim. Oldu ki, bir də çün Tovratda dəvənin əti haramdır. Bəli. Mən xoşum gəlmir. Burada elə dəvə yeridir da. Mərdum yediyi dəvə ətidir. Müftü Məccanı biyabanlarda tikan yiyirlər, həzinəsi yoxdur ki, xərci yoxdur, zəhməti yoxdur. Onu da mən yeməyim. Peyğəmbər buyurdu ki, sən təslim olmuşan, yəni müsəlman olmuşan. Bəli, müsəlman. O müsəlman olmuşan mənası budur, Qur'anı fəqət oxu. Fəqət cümə tətil elə. Hər nə məndə Qur'an helal bilirsən, Helal bil. Xob bir adamı ki, gəlib Peyğəmbərin üzünə bu sözü deyir, həya yoxudur, Peyğəmbəri cədidə deyir, iman gətirmişəm, amma qabaqki kitab-ı asmanı mən oxuyacağam. Ayrıla bilmir oradan. Səni ki, görürən ağayı əhl-i sünnəti muhtərəm, Cənab-ı ağayı müsəlmanı muhtərəm, Vəhhabi, sən ki deyirən, ged İslamı bu adamdan örgən, bu adam özü Peyğəmbərə deyir, sən mənə meydan versən, mən Tevrat oxuyacağam. Bəli. Sən mənə meydan versən, mən cümələr tətil eləməyəcəyəm, şəmmə tətil edəcəyəm, yəhuduluğuna qalacağım. Mən bundan İslam örgənim. Niyə yazmırız dumbalı bu ayə? Bu ayənin dalında niyə təfasirizdə əhl-i sünnət? Əhl-i sünnət niyə yazmırız? Yəni Əli ibn Əbi Talib və ovladı Əli. Yazırız Yahudular. Pəs, baxın, nümunəni tozih verim, vaxtımız kəm. Hala bir ayət oxuyum, bəqiyyəsi qalsın soruya. Sure-i Mübarəkə Səbə ayə 6, 6-cı ayə. Qısasda ayə 80. Xob, Sure-i Səbə ayə 6 və yərəl-ləzinə utul ilmi, yəni mü'mini əhlil kitab. Sən görəcəyən utul ilm, onları ki, elm varlardır, İslamı yaxşı düşünürlər. Onun da alıcı yazıb, yəni mü'mininə əhli kitab, Yahudu Nəsara. Xob, ağa bu bizim, tənha bizim sualımız deyil, əqil sualıdır. Vicdan sualıdır. Hovzələrin, danışqahların sualıdır. Alimlərin sualıdır. Ağa, bəli, şiələr, benalar nə deyirlər? Deyirlər, İslamı Peyğəmbərdən örgən, Ali Muhammeddən örgən və səhabəsindən və tabiindən. Budur da. Bəli. Niyə qarn əvvəldə nə Peyğəmbərdən qoydular bir əsəri qala, nə Ali Muhammeddən, nə sahabədən, heç birindən bir səth İslam yoxdur. Bir belə kitabxana ki, mənim varım, bir dənə Ömər adına, Osman adına, Əbu Bəkr adına kitab yoxdur. Peyğəmbər adına kitab yazılmayıb. Əli ibn Əbi, hamısını beynindən aparıblar. Niyə? Mən deyim, vaxtimiz qutulur. Bəli. Qarn əvvəldə Peyğəmbər dünyada gedəndən sonra asarı Peyğəmbəri beynindən apardılar. Bilafasilə dəstur verdilər. Yahuduların kitabları tərcüm oldu Ərəbiyə. Yahudular varid oldular səhnəyə. Ömər də xət vermişdi bunlara. Ağa, gəlin Əli ibn Əbi Talib örgədən elm istəmirik. Bəli. Ona mərcəiyyət də verməyəcək. Rəhbəriyyət vermirik ki, heç. İmamət vermirik ki, heç. Əslən mərcəiyyət elmi də Verməyəcək. mallalıq da vermirik. Nə eləyək mallalığa? Gedək, Yahudular getdilər və Həbib ibn Mürəbbihi getdilər, Təmimidarını getdilər. Zamanı Peyğəmbərdən bunlar şuru eləmişdilər. Ağay Kəbul Əhbarı getdilər, Muhammed ibn Kəbi Qurəzini getdilər. Ağalar, bunlar hamısı Yahudi Nəsarə getdilər. Əlan ki, səninlə danışıram, get sirk elə. Gör, ağay Muaviyyə Əxtəl, Məsihi, İbn Asal, Məsihi, tamam bunun təşkilatını dolandıranlar. Sercun, Məsihi. Əsən təşkilat-ı Muaviyyə əhli kitab əlindəydi. Yəni, Yahudu Nəsara oldu müşavir, düşmən oldu Əli ibn Əbi Talib. Bu Peyğəmbərin rəvişiydi. Peyğəmbər dedi, İslamı Əlidən örgən, Muaviyyə dedi, Əlini öldürün. Bunu nə cür qəbul edək? Gəlin, oturaq, danışaq. Mürəkkəb axan yerdə qan axmaz.
Mənim ərzim tamam oldu. Yetirdim ki, əhl-i sünnətin kitabları sünnət olsa qəbul edərək qoyaraq gözümüzün üstünə. Gedirik, əl vururuq, xəbər Tevratdan gəlir, Yahuddan gəlir. Mən nə cür gəlim deyim, ağa, sənin sözün düzdür. Gətirsinə bəhs eləyək bu mövriddə. Ərzim tamam oldu. Ağa Musavi, bir daha sizə təşəkkür edirik. Bizim studiyamıza gəldiyiniz üçün, dəyərli söhbətləri bizə etdiyiniz üçün. İnşallah gələn bəhslərdə sizlərdən faydalanmağa çalışacağıq. Hörmətli tamaşaçılar, gələn bəhslərimizdə də Quran təfsiri, imamət və bununla bağlı əhl-i kitablarında İslam tarixi ilə bağlı söhbətlərimiz olacaq. Bizləri izləməyi unutmayın.